Salam hamıya, bugün IT Talks Azərbaycanın növbəti çəkilişidir. Bugün biz vendorlar, distributorlar və satış sahəsində, xüsusilə də IT sahəsində olan istiqamətlər haqqında danışacağıq. Bəli, siz dediniz ki, mən gəldim burada stolu mikrofon zadı tulladım ki, mən təzə mikrofon alacağam. Bu düz deyil. O birinci analiz etmək. Sahibkar və ya müəssisə rəhbəri özü qərar verir. O riski aksept edir. Çünki o riskli hadisə olsa $1000 xərci çıxacaq. Belə 200-200 euro verməli. Biz bu seçimləri eləyəndə baxmalıyıq ki, birincisi həmin proqram təminatının biznes dəyəri nədir? Olmasa nə qədər xərcim çıxa bilər? Olsa nə qədər xərcim çıxa bilər? Partnyorun iştirak etməyinin yaxşı tərəfi odur ki, müəssisənin komandasına kömək eləyir. Çünki partnyorlarda mütəxəssislər daha çox olur. Bəzən də olur ki, yəni soft tərəfdən alış olanda da artıq konkret sən produktu deməlisən. Salam hamıya, bugün IT Talks Azərbaycanın növbəti çəkilişidir. Bugün biz vendorlar, distributorlar və satış sahəsində, xüsusilə də IT sahəsində olan istiqamətlər haqqında danışacağıq. Bugünkü qonağımız Smart IT şirkətində satış meneceri kimi çalışan Yusif Musayevdir. Yusif müəllim, xoş gəlmisiniz. Xoş gördük. Yusuf müəllim, çox sağ olun. Təklifimizi qəbul elədiniz. Vaxt ayırdınız bizə. Bəli. Eşim müəllim, necə demirsən, xoş gəlmisən. Sən gözləyirdin, cümlə qurtarasan. Buyur, dinə. Xoş gəlmisən sən. Sən də xoş gəlmisən. Təşəkkür edirəm. 5 dəqiqə gecikmişdi. Ceyhun müəllim mənə baxırdı, deyirdi ki, nəyə görə gecikir? 1 saatin pulunu vermiş. Hə, dedim ki, o 5 dəqiqəni silərsən. Fikir verdinsə Şamran çəydi, birbaşa başlaya bildim ha, səhvsiz zadsız. Çoxdan çəkmirik, amma yaxşıdır. Yolda məşq eləyə gəlmisən. Bəli, bəli. Ümumiyyətlə Yusuf müəllim biz çalışırdıq həmişə daimi çəkiliş eləyək, amma son zamanlar hardasa 1-2 ay ərzində demək olar ki, çəkilişlərimiz azalıb, amma bu bizi izləyənlər üçün bir şey olmasın ki, biz saxlamışıq. Yox, inşallah ki, bu podkast düşünürəm ki, çox-çox uzun müddət gedəcək. Sadəcə biraz vaxt azlığından çəkiliş eləyə bilmirik. Məncə vaxt itirmədən sualımızı verək. Çünki Yusif müəllim artıq uzun illərdir IT sahəsində çalışır. Bəli. Və dəyərli məlumatlarını bizimlə paylaşmağını ondan xahiş edirik. Vaxt itirmədən ilk sualımıza keçirik. IT şirkətləri çoxdur. Yəni gəlirlər, reklam edirlər, falan produkt var. Vendor seçəndə biz nəyə fikir verməliyik? Deməli, vendor seçəndə bu sual çox yaxşı sualdır. Amma biz burada başlayaq ki, partnyorlardan çox ilk növbədə biz vendorlarımızı müəyyən eləməliyik. Çünki partnyorların əksəriyyəti aşağı-yuxarı eyni işi görürlər. Vendor seçəndə də biz birinci bilməliyik ki, biz hansı problemi həll eləmək istəyirik. Birinci problemi müəyyənləşdirməliyik və problem deyəndə, yəni məsəl üçün bu ola bilər biznesin hansısa bir tələbi. Məsələn, hansısa bir mühasibatlıq proqramı yoxdur. Excel-də işləyirlər. Onlar bunu sürətləndirmək üçün bunu yeni bir məhsul almaq istəyirlər. İlk növbədə problemi və ya riski müəyyən eləyirik və bunu hansı məhsulla həll eləyə bilərik. Onu seçirik və bu seçimdə partnyorlar iştirak eləyə bilər, iştirak eləməyə də bilər. Partnyorun iştirak etməyinin yaxşı tərəfi odur ki, o müəssisənin komandasına kömək eləyir. Çünki partnyorlarda mütəxəssislər daha çox olur və daha çox vaxtları var ki, onlar bu problemi araşdırsınlar. Partnyor istifadə etməyəndə də müəyyən vendorlar, əgər komanda özü müəyyənləşdirsə, birbaşa vendorla da bu münasibəti qura bilər. Burada əslində mənim belə bir sualım yaranır. Baxın, tutaq ki, bir end user var, tutaq ki, malı almaq istəyən şirkət var da. Bir partnyor olaraq və ya distributor olaraq və ya vendor olaraq. Burada mənim gördüyüm iki məsələ var. Birincisi, həmin end user'ın tələbləri, hansı ki, bilir ki, nəyə ehtiyacı var. Məsəl üçün 100 dənə Microsoft lisenziyasına ehtiyacı var. Bunu rahatlıqla istənilən bir distributora, partnyora çıxıb ala bilər. Bəli. Amma bir də bunun ikinci tərəfi var, hansı ki, ehtiyacını bilmir. Tutaq ki, həqiqətən də şirkətdə X bir problem var və ya çətinlik var. Sadəcə o bilmir ki, belə bir həll var və ya elə bir həllə ehtiyacı var da. Burada ümumiyyətlə partnyor şirkət olaraq və ya yenə də distributor və ya vendor olaraq biz həmin end user'a
necə yanaşaq, necə suallar verək və ya necə bilə bilərik ki, onun həqiqətən elə bir sıxıntısı var və biz ona uyğun həll təqdim eləyək. Çünki elə olduğu təqdirdə də bizim satışlarımız yaxşı ola bilər də. Çünki bu adam bir var ehtiyacı, bir də var ki, nəyə ehtiyac olduğunu bilmir, amma sən təklif edirsən, onu almağa niyyətli olur artıq. Deyir ki, "Ha, mən indiyə qədər görməmişdim bu problemi. İndi gördüm, almaq istəyirəm." Və bu yanaşmada biz hansı suallar verməliyik? Biz ümumiyyətlə necə yanaşmalıyıq? Biz içəridən öyrənməliyik, onun problemi nədir? Bu ümumi bir konseptdə ümumi sual oldu amma yenə də. Yox, çox yaxşı sualdır, amma birinci sualla bu sual biraz fərqlidir. Aha. Kamran müəllimin verdiyi sual bu alıcı tərəfdir. Aha. Sizin verdiyiniz sual satıcı tərəfdir. Bəli. Mən almaq istəyirəm, o satmaq istəyir ona görə. Bəli. O satır, mən Biz bu gün əslində qismən end user tərəfdir, düşünürük ki, məndə. Bəli. Satan tərəf. Deməli, orada məqam nədir də? Yəni mən birinci alıcı tərəfdən deyim. Çünki əsasən məsələni alıcı tərəfdə və satıcı tərəfdə satıcı malı satdı və ya satmadı, layihə uğurlu oldu, olmadı, satıcının başı o qədər ağrımır. Başı ağrıyan alıcı tərəf olur həmişə. Çünki o vendor seçimində, partnyor seçimində, belə korporativ müəssisələrdə tək alıcı şəxs ixtisasçı deyil. Orada satın alma komissiyası var, orada satın alma qaydaları var, hansı ki ona əməl olunmalıdır və o deyə bilməz ki, mən bu mikrofonu istəyirəm və bunu mən alıram. O müəyyən satın alma predmetinə uyğun yanaşmalıdır və həmin prosedurdan onu almalıdır. Amma o ki qaldı, onun hansısa problemi var, o onu bilmir. Bəli, biz partnyorlar olaraq gedirik, görüşürük, danışırıq, söhbət əsnasında müəyyən suallar veririk. Yəni, indi sizin suala cavab verirəm ki, biz ümumiyyətlə, mən özüm işlədiyim yerə görə deyirəm, partnyorlar olaraq hər zaman ölkədə olan potensial müştərilərimizlə tanış olmaq, danışmaq istəyirik. Nəyə görə? Söhbət əsnasında biz öz təcrübəmizdən hardasa müəyyən eləyə bilərik. Amma biz bunu bir də alıcı tərəfdən baxsaq, əgər alıcının hər hansı bir problemi var, problem onu narahat edir amma o həll tapa bilmirsə, belə olan halda iki şey ola bilər. O, ya bazarda araşdırıb təcrübəsi o sahədə böyük olan partnyorla danışmalıdır ki, ona dəstək olsun. Və yaxud da konsultant cəlb eləməlidir ki, mənim belə bir problemim var, siz bunda mənə kömək edin. Konsultantın tövsiyəsi əsasında o, produktu müəyyən edib, sonra satın alma həyata keçirilə bilər. Amma biz, yenə deyirəm, biz satıcı tərəf, alıcı tərəfə necə müəyyən edə bilər? Ancaq söhbətlə. Çünki bəzi məqamlar var ki, alıcı tərəf onu satıcıya bildirməməlidir. Çünki onların daxili məsələləridir. Məsələn, hansısa problemi var, onu hər kəsə deyə bilməz. Çünki bəlkə də o problemin yayılması həmin müəssisənin reputasiyasına təsir edə bilər. Amma hər bir halda o təklif, mən gedib o problem üçün təklif verə bilərəm də, müəyyən bir NDA müqaviləsi və sairə ilə bağlamaqla. Onun üçün də bəli, verə bilərsiniz, amma onda alıcı tərəfdə bu təşəbbüs irəli sürəndən soruşulacaq ki, niyə məhz bu partnyor? Və o buna cavab verə bilməyəcək. Belə olan halda nə etmək lazımdır? Belə olan halda problem müəyyən olunmalıdır. Əgər problem müəyyən oluna bilmirsə, problemin müəyyən olunması üçün satın alma keçirilməlidir. Və o satın almada hansısa bir audit ya konsultasiya xidməti göstərən gəlib ona konsultasiya xidməti göstərməlidir və konsultasiya xidmətini göstərən şəxslə həmin problemi həll edən, hansı ki o məhsulu satacaq ki o problemi həll eləsin, eyni partnyor və ya eyni şirkət ola bilməz. Çünki bu maraqlar münaqişəsidir. Mən gəlirəm, problemi tapıram və öz məhsulumu da oradan satıram. Düz deyil. Bu qanunla düz deyil, yoxsa qanunu dəqiq bilmirəm, amma standartlar üzrə bu düz deyil. Normalda bir şirkət audit eləyir, onun findinglər əsasında digər şirkət onu bağlamır. O zaman belə bir şey ortaya çıxır da biz onda mən partnyor olaraq gedib o şirkətin problemini tapmaqda maraqlı olmuram avtomatik. Onda şirkət özü audit keçirtməlidir, daxili audit keçirtməlidir. Yəni necəsə IT audit keçirtməlidir. Bir var işin rəsmi tərəfi, bir var işin qeyri-rəsmi tərəfi. Tutaq ki, alıcı satıcını tanıyır, şəxsi zəmində hansısa münasibətləri var. Və yaxud mən indi uzun müddət korporativ müddət işləmişəm, indi satış tərəfdə işləyirəm. Yəni
20 ildən artıq mən alıcı tərəfdə olmuşam, indi satıcı tərəfdəyim. Təbii ki, mənim müəyyən iş yoldaşlarım, bu əmək fəaliyyətimdə tanış olduğum insanlar, hansı ki, korporativdə qalıblar. Ola bilər ki, hardasa belə deyək də, etibar əsasında soruşa bilər ki, belə bir problem var, biz bunu necə həll edə bilərik? Və yaxud mən uzun müddət Cisco trainer olmuşam, mən Cisco müəllim olmuşam, instruktor. Oradan mənə tələbələrim ola bilər, hansısa sual verə bilər ki, müəllim, bəs bunu necə həll edə bilərik? Mən ona tövsiyə verə bilərəm ki, bu formada həll edə bilərsiniz. Bəli. Amma bu o demək deyil ki, mən ona verdiyim tövsiyəni sırf mənim hal-hazırda çalışdığım Smart IT şirkəti ki, həll edəcək. Bu məsələ, bu məqam var. Amma əlbəttə ki, opportunity olaraq fikirləşə bilərik ki, bəli, orada belə bir məsələ var, hansı ki, biz həll edə bilərik. Belə olan halda problemi biz alıcıya göstərəndə, təbii ki, o artıq özü müəyyən eləmiş kimi onu satın almaya çıxarda bilər. Orada da rəsmi satın alma qaydalarından, yəni satın alma proseduru keçir. Təbii ki, biz də iştirak edirik. Artıq kim daha uyğun nəticə göstərəndə o da odur. Yəni məndə də bir neçə suallar artıq yarandı da. Bir sənə sualdan da sual çıxacaq, mən belə başa düşdüm. Bu gün buradayıq. Bu gün buradayıq. Ümidvaram ki, Yusif müəllim bizdən bezməyəcək. Əslində bu aktual problemlərdir. Bax siz vurğuladınız ki, biz brend olaraq yazmarıq da. Biz yazırıq tələbimizi ki, bizə mikrofon lazımdır. Bu funksiyası olsun. Həmçində kompüterdə lazım olanda biz yazırıq, misal üçün i5 olsun, 16 RAM olsun, DDR5 və yaxud da DDR4 olsun. Yazırıq, brendi özləri seçir. Bəzən də olur ki, yəni soft tərəfdən alış olanda da artıq konkret sən produktu deməlisən. Bunu da nəyin əsasında sən əsaslandıra bilərsən? POC eləyirik, demo eləyirik, quraşdırırıq, 1 ay, 2 ay, 3 ay yoxlayırıq. Onun əsasında biz qərar veririk ki, IT kimi bunun faydası daha yaxşı olacaq. Bax, bu prosesi aparanda rəhbərlər nəyə xüsusi diqqət yetirməlidir? Yəni, orada nəsə bir ölçü vahidi var, yoxdur. Çünki bu, hər yerdə olan bir problemdir də. Yəni, procurement-da da heç nə demək olmur. Nəyə görə? Onun da birinci vəzifəsi odur ki, maliyyə tərəfdən cost save-ləri eləsin, çox maliyyə xərclərinə gətirib çıxartmasın. Bax, bu problemləri nə cür tənzimləmək olar? İlk növbədə onu deyim ki, satın alma tərəfinin vəzifəsi tək maliyyə tərəfi deyil. Onların məqsədi şəffaf satın alma prosedurunu keçirmək, bazarda iştirakçıların həmin satın alma prosedurunda iştirak etməyini təmin eləməkdir. Və nəticədə biznesin və ya müəssisənin müəyyən olunmuş həmin problemini, məsələsini həll edən məhsulu almaqdır. Və təbii ki, burada birinci məqam budur ki, həmin rəhbər tutaq ki, müəyyən elədi ki, ona X bir məhsul lazımdır. Və o maksimal dərəcədə texniki şərti həmin məhsula uyğun yazır. Amma özəl müəssisələrdə yox, dövlət qanunvericiliyində var ki, konkret məhsula çıxardan bir texniki tapşırıq yazmaq olmaz. Bu qaydalara ziddir. Çünki rəqabətliliyin qarşısını alır. Və mən hesab edirəm ki, düzdür. İkinci tərəfi, tutaq ki, müəyyən elədi, şərtləri yazdı. Götürək elə sizin kompüter alışınızı. Siz markası bəlli olmayan hansısa bir məhsul almaq istəməzsiniz. Yəni, əksər alıcılar kimi. Buna görə texniki şərtlərdən, həm texniki parametrlərdən əlavə şirkətə dair, vendora dair tələblər yazılmalıdır. Ki, vendor bu qədər fəaliyyəti olmalıdır, bu qədər təcrübəsi olmalıdır, bu qədər satışı olmalıdır. İstehsalçı yazmaq olar ki, hansı ölkələr istehsalçı olmaya bilməz. Yəni, cüzdeyin hər şey bir yerdə istehsal olunur, o da biraz qərib olur. Yəni, ona görə o digər parametrlərlə bunu müəyyənləşdirmək olar. Amma, yenə deyirəm, özəl müəssisələrdə, hansı ki, özünün satın alma qanunları var, orada hərəkət eləmək biraz rahatdır. Dövlət qanunvericiliyində biraz fərqlidir. Orada gərək qaydalara tam uyğun olunsun. Çünki dövlət orqanının keçirdiyi satın almalara xidmət bir qurum var, adı yadımdan çıxır. Onlar təsdiqləməsələr,
o satnama keçirilmiş sayılmır. Ona görə belə deyək, rəhbər fikir verməlidir ki, məhsul onun problemini həqiqətən həll eləyir. İkinci növbədə alış olanda müəyyən olunur ki, parametrlər, hansı ki texniki şərt hazırlanır, hansı partnyordan, normalda satışda partnyorlar iştirak edir. Partnyorlara dair tələblər müəyyən olunur. Partnyorlara dair tələblərdə də orada qeyd olunmalıdır ki, peşəkarlığı, bazarda fəaliyyəti, nə bilim, orada manufacturer sertifikat verirlər ki, həqiqətən bunu satmaq səlahiyyəti var bunun, partnyorluq statusu. Yəni, bir çox əlavə məqamlar müəyyən olunur ki, düzgün partnerlə bu iş həyata keçirilsin. Hətta proqram misal üçün hansısa bir SAP, ERP həlləri olsun belə əldə edəndə bəzi şirkətlər hətta hansı komanda çalışacaq, developerların belə CV-lərini istəyirlər ki, biz tanış olaq, onların təcrübəsi nə qədərdir, hansı proyektlərdə iştirak edirlər. Çünki belə deyim də, biznes tərəfə daha önəmli olan odur ki, öz fikrini çatdıranda qarşı tərəf şirkət onun eynisini rəqəmsal həll kimi ona təqdim eləsin. Yəni CV məsələsində o dərinliyə getmək sizcə bu düzgündür ya yox? Orada belə məqam var. Orada yenə iki hissəyə bölünür. Özəl sektorda gedilməyə bilər. Dövlət sektorunda əgər tələb varsa ki, iştirakçı şirkətin əməkdaşlarının 3 ildən az təcrübəsi olmasın, orada tək CV yox, orada arayış tələb olunur Əmək Nazirliyinin sistemindən ki, bu əməkdaş həqiqətən 3 ildən artıqdır, bu sahə üzrə çalışır və yaxud bu şirkətin əməkdaşıdır. Misal üçün, uzun müddətli proyekt, sualdan sual çıxır. Uzun müddətli proyekt olur. Bu hər yerdə bu problemlə biz üzləşirik də. Hansı ki, il yarım, 2 il çəkəcək. Yəni fazalara bölünür. Birinci faza, ikinci faza. Birinci faza ən azı 8-10 ay davam edəcək. Həmin o 8-10 ay ərzində o əməkdaşlar dəyişə bilər. Bax, bu risklər nə cür tənzimlənməlidir şirkəti seçəndə? Məsələn, biz CV-ləri götürdük, düzdür? O, bugünkü gündə götürmüşük 5 dənə, 10 nəfər, misal üçün bizə xidmət göstərəcək. Birdən o komanda dəyişdi. O risklər nə cür tənzimlənəcək? Orada belə məqam var da, siz üçüncü tərəfi seçəndə, siz müqaviləni şirkətlə bağlayırsınız. Bəli, ilkin tərəfdə qəbul edirsiniz ki, misal üçün, bu şirkətdə 5 nəfər adam var, hansı ki 3 ildən artıqdır, bu fəaliyyətlə məşğuldur və siz prosesə başlayandan sonra bu 5 nəfər çıxdı, getdi. Bu adətən təcrübə onu göstərir ki, belə olmur. Yəni 5 il işləyən adam o 5-10 ay ərzində çoxu qaçıb getmir. Gedə bilər biri, ikisi. Amma o komandanın, belə deyək, rəhbəri adətən qalır. Xüsusilə bu integrator şirkətlərdə, bir Azərbaycan bazarında olan böyük hansı ki sistem tərəfdən xidmət göstərən şirkətlərdə bu belə olmur. Əsas orada layihə rəhbəri olur, proqramçıların rəhbəri olur, o insanlar dəyişmədiyinə görə komandanın bir çox hissəsi. Hətta elə layihələr olur ki, həmin o kim ki layihənin direktoru kim ki A-dan Z-yə kimi çatdırmalıdır. Ən azı bir 3 dəfə, 4 dəfə dəyişən proyektlərdə də olur. Siz təsəvvürünüzə gətirin ki, şirkət nə qədər ziyan çəkir, resurs sərf edir. Ən əsas da nədir? Əməkdaşların vaxtı gedir. Məsəl üçün, biri gəlib, layihəni izah eləmişsən, o getdi. İndi deyir, mən gəlmişəm, bir daha ona izah eləməlisən. Razıyam, o adətən kiçik development şirkətlərdə olur. Məsəl üçün, mən getdim, bir 5 nəfər developer götürdüm və dedim ki, mən development şirkətim. Başladım, gəldim hansısa satlanmaya girdim, bəli, təcrübə var, o var, bu var və biz udduq. Bizim məqsədimiz sizin, yəni müştərinin pulunla öz müəssisəmizi saxlamaqdır. Və burada da kollektiv arasında konflikt olanda biz təbii ki, o layihəni başa çatdıra bilməyəcəyik. Yəni, mümkün deyil. Ona görə həmin tərəfdaşı seçəndə hansı ki, proqram təminatı hazırlayacaq və uzun müddət sizdən əməkdaşlıq eləyəcək, bazarda kifayət qədər böyük şirkətlər var, hansı ki, onlarla işləməyə üstünlük vermək daha yaxşıdır. Bəli, qiymət nisbətən yuxarı ola bilər, amma
yəni bazar təcrübəsi göstərir ki, bu şirkətlər layihəni sona qədər çatdıra bilirlər. İndi siz biraz başqa tərəfdən danışırsınız. İndi bir sual vermək Biz istəyirəm. aldı Tutaq ki, tərəfdəyik. Biz hələ aldı hə, tərəfdəyik. bilirəm. İndi Sən önce söhbəti çevir öz tərəfə. Yox, Nətər çevirmək satın bunu? niyyətim yoxdur. Mənim sualım nə yöndədir? Bax, indi biz dedik ki, məhsulun seçilməsi, POC-si və s. bu şeylərə diqqət eləyək də. Bəs bazarda çox bahalı həllərin ucuz və ya ümumiyyətlə free versiyaları var. Belə olan halda misal üçün bəzən şirkətlər deyir ki, mən görmüşəm, tutaq ki, bir həllin lisenziyası tutaq ki, illik 200.000 avrodur. Amma onun open source variantı da var. Ola bilər ki, X bir şirkət gəlir bunu təklif eləyir mənə. Belə olan halda məsələn mən də bilirəm ki, bunun alternativi var və ya ucuz versiyası var da və s. Məsələn buradakı yanaşma mənə maraqlıdır ki, biz mütləq şəkildə o bahalıya mı getməliyik, yoxsa hər şeydə open source-dan istifadə edə bilərik və ya daha ucuz alternativ istifadə edə bilərik. Ümumiyyətlə bu yanaşmanı mən bilmək istəyərdim siz tərəfdən. Yanaşma belədir ki, bu hər seçəndə ucuz, bahalı marka və ya marka olmayan yox. İlk növbədə biz tutaq ki, bu müəssisə təzə yaranıb. Yoxdur heç nə. Müəssisə qurulur, istər özəl, istər dövlət, fərqi yoxdur. İlk növbədə orada çalışan əməkdaşların iş fəaliyyətini təmin eləyəcək bir mühit hazırlanmalıdır. Yəni infrastruktur, şəbəkə, telefon, internet, kompüterlər, endpoint təhlükəsizlik bunlar alınmalıdır. Yəni burada sual yoxdur ki, bunu niyə aldın? Təhlükəsizlik sistemi kameradır, zəif axın sistemidir. Yəni burada bir basic alış mexanizmi var ki, bunlar alınmalıdır. Bunlar alındı. Fəaliyyət dövründə məsəl üçün hansısa bir məsələ çıxır, bayaq siz dediyiniz kimi, belə bir həllə ehtiyac olur ki, onun həm pullu versiyası var, həm pulsuz versiyası var. Təbii ki, orada baxmaq lazımdır ki, funksionallar nə qədər eynidir. Çünki adətən open source məhsullarda çox güclü mütəxəssisə ehtiyac olur ki, onu idarə edə bilsin. Bahalı yox, istənilən ödənişli məhsulda indi onun xüsusiyyətlərinə görə dəyişir ki, bu məhsul istifadəsi asandır və ya çətindir. İnterfeysdən asılıdır. Yəni. Məsələn, bax, Kamran müəllimin dediyi SAP-nin interfeysi çox çətindir. Yəni, çətin idi mən görəndə, indi bilmirəm. İndi də eyni şey. Yəni, o məqam var. Yəni, həqiqətən biz birinci riski müəyyən eləməliyik. Deyək ki, informasiya təhlükəsizliyi olaraq. Və görürük ki, burada hansısa bir risk var. Biz bu riski həll eləmək üçün tutaq ki, 200.000 evro pul xərcləməliyik. Amma riski həll eləməsək, müəssisənin ziyanı 10.000 dollardır. Bunu məsələn, sahibkar və ya müəssisə rəhbəri özü qərar verir. O riski aksept eləyir. Çünki o riskli hadisə olsa 10.000 dollar xərci çıxacaq. Belə 200.000 evro verməlidir. Yaxud da hansısa bir xırda kontrolla onu bağlayır. Və yaxud siz demiş, məhsul seçəndə. Var free məhsul, var orta məhsul, ucuz məhsul, bahalı məhsul. Təbii ki, buna görə proof of concept eləyirlər. Yəni, bu real mühitdə nə qədər işləyir, nə qədər sizin ehtiyacınız ödəyir, nə qədər sizin mövcud komanda o məhsuldan istifadə edə bilir, nə qədər Azərbaycan bazarında, indi biz Azərbaycanda olduğumuza görə, bu sahənin mütəxəssisi var və sabah burada hansısa bir problem çıxanda sizin rəsmi müraciət edə biləcəyiniz nə qədər istiqamət, kim var ki, siz ona müraciət edə bilməzsiniz. Adi bu müəssisənin kənara avtomobil seçimində də belədir. Siz Azərbaycanda servis olmayan avtomobil alsanız çox əziyyət çəkəcəksiniz. Çünki servis yoxdur. Eyni qaydada da məhsul seçəndə. Bəli, siz open source seçirsiniz. Open source sistemdə hansısa bir problem çıxanda siz həmin open source-un community-sinə maksimum yaza bilərsiniz ki, məndə belə problem var və gözlərsiniz ki, oradan kimsə sizə cavab versin. Amma pullu məhsul belə deyil. Məhsul pullu olanda onun bir supportu olur və təbii ki, Azərbaycanda bəzən bu supportun alışınla bağlı alıcı tərəf etiraz eləyir maliyyəyə qənaət etmək üçün. Amma supportun alışı hansısa bir babysitter deyirlər də, bir adam ayrılır ya bir komanda ayrılır ki, siz istədiyiniz vaxt ona müraciət edirsiniz, o sizin probleminizi həll eləməkdə kömək edir.
Yəni sözümü əsas gətirirəm suala ki, məhsulun qiyməti və markasından çox həmin mövcud problemin həll etmə qabiliyyətinə görə seçilməlidir. Bəli, elə məhsul var ki, siz onu free tool-la həll edə bilərsiniz. Mən bunu çox rahat deyə bilərəm. Biz Cisco-da network admin olaraq Wireshark istifadə edirik. Wireshark pulsuzdur. Yəni hardansa harasa paket gedirsə, müəyyən hissədə gəlib çatmırsa, orada siz həmin segmentlərdə trafikdə yoxlayıb baxa bilərsiniz ki, paket niyə getmir? Yəni paketin orada içindəki struktura baxmaq olur. Yəni proqram pulsuzdur. Çox rahat istifadə etmək olur. Və belə bir neçə proqram var. Məsələn, çox yerlərdə əməliyyat sistemi Linux istifadə olunur. Pullusu da var, pulsuzu da var. Amma Azərbaycanda kifayət qədər yaxşı mütəxəssislər olduğuna görə bəli, Linux istifadə etmək müəssisəyə sərf eləyir, çünki pulsuzdur. Yəni Microsoftun lisenziyalarının qarşısında Linux istifadə etmək daha sərfəlidir. Aydındır. Onda biz bu seçimləri eləyəndə baxmalıyıq ki, birincisi həmin proqram təminatının biznes dəyəri nədir? Olmasa nə qədər xərcim çıxa bilər? Olsa nə qədər xərcim çıxa bilər? Sonra baxmalıyıq ki, onu support eləyəcək IT nümayəndəsi şirkətimizdə varmı, yoxmu? Çünki məsəl üçün pulsuz olsa, həmin mütəxəssis onu hər bir şeyini nizamlaya bilər, problem çıxdığı zaman da həll edə bilər, amma elə proqram təminatı ola bilər ki, mütləq şəkildə support alınmalıdır ki, biz ona baxaq. İndi qalan artıq o belə çıxır ki, biz daha çox pul və pulsuzluqdan, belə müqayisəsindən daha çox biznes dəyəri, oradakı əməkdaş və s. bilaxır bunların üzərində biz dayanmalıyıq. Bəli, bəli. Məsələn, adicə verilənlər bazasının pulsuz versiyası var. Bəli. Hansı ki, kifayət qədər yaxşı işləyir. Amma onu idarə etmək üçün çox yaxşı mütəxəssisə ehtiyac var. Belə deyim, free tool alanda mütəxəssis bahalı olur. Bəli. Pullu tool alanda mütəxəssis biraz ucuz olur. Hara fırlasın o pul çıxır. Yox, pul yox. Yox, məsələ nədir də? Onu deyəcəydim, elə üstümə qabaqladı mən. Bəzi lisenziyalar var ki, yəni 1 illik lisenziyanın qiyməti həm əməkdaşa əmək haqqı ver, plus bonus ver, yarısını gəl çat. Bonus istəyirsən, maaş artımı istəyirsən, denən o da həll eləyirsən. Mən istəyən vaxtını. Mənim istəyən vaxtı ki. Keçdi. Bu artıq maaş verir. Yəni sadəcə yanaşma. Çünki mən bunu çox görmüşəm, həm texniki istiqamətdə çalışanda da, həm indi artıq komanda rəhbəri, team lead və s. bu şöbə rəhbəri olduğum zamanda da bu yanaşmaları görmüşəm və düşünürəm ki, pulsuza getdiyimiz zaman belə onun biznes yanaşmasını rəhbərliyə düzgün izah etmək lazımdır. Çünki orada lap pullusan, bunu əsasən pullu deyirlər ki, bu nəyə görə lazımdır da, bu nəyə görə pulsuzun istifadə etmirik. Burada həm maliyyə məsələlərinə görə, həm onun biznes strategiyasına görə bunu düşünürəm ki, normal prezentasiya eləmək lazımdır ki, rəhbərliyə də aydın olsun. Əlbəttə, yəni normalda belə bir rəhbər yoxdur ki, könüllü sürətdə desin ki, al bu pulu get xərclə də. Hər bir rəhbər düz olanın da o eləyir. Hər bir rəhbər inandırılmaq istəyir ki, nəyə görə o bu ödənişi verməlidir. Çünki müəssisənin rəhbəri odur, qazanc onun, yəni pul onun puludur. O hara xərcləyəcəyini bilməlidir. Və həqiqətən də mütəxəssis, o necə deyim, vəzifəni səlahiyyətini aşmadan, şişirtmədən riski izah eləməlidir rəhbərə, istər özəl, istər dövlət sektorunda. Riski izah eləməlidir ki, risk budur. Riskin də həll eləməyin 3 yolu var. Ya aksept eləyəcək, ya transfer eləyəcək, ya qarşısını alacaq. Ya ötürəcək üçüncü tərəfə müqavilə bağlayacaq ki, burada bir problem olsa, günah sizdədir. Ya həll eləyəcək, ya da qəbul eləyəcək ki, mən bu riski qəbul edirəm, orada qalsın. Məsələn, sabah da nəsə insident olsa həmin risk üzərindən, onda artıq bu müəyyən olunduğuna görə və özü məlumatlı olduğuna görə da heç bir problem olmayacaq. Şirkətin sıfırdan infrastrukturunu yığanda siz nəyə xüsusi diqqət yetirirsiniz? Onun təhlükəsizliyinə, switchinə, routerına, firewallına nə cür bu tənzimlənməlidir? Birinci biz baxmalıyıq ki,
şirkətdə və ya qurumda və ya müəssisədə, ümumiyyətlə ofisdə nə qədər adam çalışacaq? Yəni orada çalışan adamların ehtimal olan trafikinə uyğun switchlər alınmalıdır. Yəni bayaq dediyim kimi ilk öncə infrastruktur qurulmalıdır ki, əməkdaş kompüterini gətirib qoyanda hansısa bir şəbəkədən istifadə eləsin. Bu şərt deyil hansısa switch alsın. Məsələn, ola bilər ki, müəssisədə 30 adam işləyir və təhlükəsizliyi o qədər də önəmli deyil. Bir dənə Wi-Fi xidməti verməklə bunu indiki dövrdə həll eləmək olur. Çünki artıq bulut həllər var və domendə bulut həldə tətbiq eləmək olar ki, heç bir infrastruktur olmadan sadəcə internet təmin etməklə siz bu məsələni aradan qaldırmış ola bilərsiniz. Amma böyük müəssisələrdə təbii ki, ilk öncə topologiya çəkilməlidir ki, bu hansı topologiyada qurulacaq, topologiya ilə çəkilməlidir. Və topologiya çəkiləndə belə yenə o biznesin tələbinə baxılmalıdır ki, məsəl üçün mənim hər hansı bir nöqtəmdə bir gün şəbəkə olmasa biz nə itiririk? Və ya şəbəkə nə qədər kəsilə bilər? Yəni bizim icazə verilən o kəsinti nə qədər ola bilər? Buna uyğun bir topologiya çəkirik və o topologiyanı dəstəkləyəcək avadanlıqlardan istifadə edib şəbəkəni qururuq. Təbii ki, istifadəçi sayına uyğun kompüter alışı olur, kompüterlara lisenziyalar alınır. Sonra şəbəkənin təhlükəsizliyini qorumaq üçün avadanlıq lazımdır. Bu da yenə artıq trafikə, user sayına, oradakı sessiyalara görə müəyyən olunur ki, biz hansı avadanlıq alırıq. Sonra əlbəttə ki, kommunikasiya vasitələri, bu e-maildir, hansısa bir yazışma proqramıdır və yaxud telefondur, ofisdə stasionar telefon ola bilər. Bunlar qurulmalıdır. Əgər ehtiyac varsa Wi-Fi olmalıdır, müştəri xidmətləri varsa, bəli, orada hansısa bir növbə qəbulu sistemi olmalıdır və bunlar basicdir. Amma məsəl üçün, sizdə hansısa bir mühasibatlıq var, bayaq dediyim kimi 20 nəfər işçi varsa, mühasib deyək ki, Excel-də bunu işləyə bilir. Amma bir müddət sonra müəyyən məsələlərə görə onun sistemə ehtiyacı olur. Yəni, o belə gedir, rəhbərə izah edir ki, niyə onun sistemə ehtiyacı var. Və təbii ki, sistem deyəndə də onu əsaslandırmalıdır ki, məsəl üçün, mən bu sistemi istəyirəm, niyə bunu istəyirəm? Bu, mənim hansı problemlərimi həll edir. Yəni, orada müəyyən kiçik proqramlardan SAP-yə qədər bir yol var. Hansı ki, bununla məsələ həll edə bilər. Amma hər bir halda o, niyə hansı məhsulu istədiyini izah eləməlidir və ondan sonra həmin məhsul alınmalıdır. Və bundan başqa artıq müəssisənin fəaliyyətinə uyğun olaraq, məsəl üçün, bayaq dedim ki, müştəri bir xidmətiniz var, sizə Customer Relation bir menecer, bir CRM proqram lazım olur ki, siz ona baxırsınız. Ya call center'ınız var, call center sistemi lazım olur ki, zənglər saxlanılsın, yazılsın, müştəriyə nə cavab verildi. Buna uyğun spesifik proqramlar qurulur. Bu ardıcıllıqla bunu eləmək lazımdır. Bilirsiniz, əvvəldən müəyyən eləmək hansı infrastruktur sənə lazım olacaq biraz çətindir. Çünki komandalar olur ki, istər maliyyə olsun, istər digər komandalar. Sonradan nəsə tələblər çıxır. Sən də misal üçün danışmısan, bizneslə tələblərinin hamısını yazmısan, qeyd eləmisən, hesablamağı aparmısan, hətta 30% artıq da infrastrukturu yığmısan. Yəni serveri də müəyyən eləmisən. İndi bəzən ola bilər ki, gedib server dəmiri alıb quraşdırmaq daha ucuz başa gələr, nəinki cloud solutiondan istifadə edəsən. Sonradan çıxır ki, CRM lazım olur, call center lazım olur, hansı ERP həllər lazım olur. Bəs bunu nə cür tənzimləmək olar? Biz nə cür bunu tənzimləməliyik? O çox gözəldir. Çünki heç bir müəssisə, şirkət birdən-birə böyük formada yaranmır. Aranır belə yavaş-yavaş çoxalırlar. Yəni, indi həndəsə silsilə ilə çoxalırlar, bölünərək çoxalırlar. Yəni, ola bilər. Nəticədə ilk əvvəllərdə o say az olanda həmin o basic infrastrukturu qururuq. Müəssisənin ehtimal olunan bir işçi sayı var. Və hər bir müəssisənin istər özəl, istər dövlət nizamnaməsi var. Hansı ki, həmin müəssisənin səlahiyyətləri, vəzifəsi orada göstərilir. Buna uyğun siz ehtimal olaraq bir
iyerarxiya fikirləşirsiniz. Bəli, işçi sayı az olanda server almaq, server otağı qurmaq bir balaca tələsmək sayılır. Ona görə bulut əllərdən istifadə etmək yaxşıdır. Məsələn, Azərbaycanda dövlət qurumudursa, bu Azintelekomda bunu qursa yaxşıdır. Çünki onsuz da yəni qanunlarla belə tənzimlənir ki, dövlət qurumları orada yerləşdirməlidir öz data mərkəzlərini. Amma özəl şirkətlər bunu müəyyənləşdirə bilər ki, biz bu gün bunu istifadə edirik və həmin o istifadə elədiyi müddətdə komandası formalaşır, vəzifələri müəyyən olunub, artıq tanışdır. IT mütəxəssis bəlkə də onu tam başa düşməyə bilər. Amma biznes nümayəndəsi gələndə ki, bəli, biz bu biznesi bu formada irəli aparacaq və ona zəruri olan bütün məhsulları bildirir. IT tərəfdə ona uyğun bir infrastruktur hazırlayır. Bəli, ola bilər ki, onun istədiyi məhsulları IT özündə komanda formalaşdırıb, özü də yaza bilər. Və yaxud da kənardan mütəxəssis cəlb eləyə bilər ki, bunu bu formada kənardan alsın bu xidməti. Əslində İsmail bəy sonuncu dediyi yanaşmanı bu gün artıq bir çox şirkətlər eləməyə başlayıb. Çünki artan lisenziya qiymətləri, o dəmir-dümür qiymətləri və s. Gətirir artıq şirkətləri vadar edir ki, öz daxilini investisiya eləsin, daxilində yazsın və şirkətlərdən asılılığı azaltsın. Çünki bu gün bəlkə də sərf eləyir həmin lisenziyanı almaq, amma bəzən nə bilim adicə RAM-ların qiymətlərinin qalxmağı, GPU-ların qiymətlərinin qalxmağı və s. və axır sıxıntılar yaratmağa başlayır artıq şirkətlər üçün. Düşünürəm ki, bir çox şirkətlər artıq o dediyiniz sonuncu yanaşmaya doğru getməyə başlayırlar. Daxildə infrastrukturu saxlamaq bu dəqiqə artıq çox çətindir. Yəni şirkətlər var ki, qiymət təklifləri alır. Misal üçün də 500.000 yazıblar. Bir il sonra görürsən ki, milyon yarıma gəldi, çıxdı, 2 milyona gəldi, çıxdı. Elə adi sənin dediyin SSD-də 250 manatı olan indi 400 neçə manata qalxıb. Yəni bu tendensiyada davam edəcək. Ramların özü. Siz nə düşünürsünüz indi peşəkar kimi bu qiymət artımı nə vaxta kimi gedəcək sizcə? Sonsuza da. Belə çətin sualdır bilirəm. Mən də deyim indi uşaq vaxtı biz çörəyi 1800 bu tendensiya nə qədər davam edəcək? Bəzən bax mən özümdə oxuyuram, araşdırıram. Mənə maraqlı gəlir də bu süni intellektə görə də bu qiymət artımı getdi. Belə qeyri-rəsmi mənbələrdən də var ki, paylaşırlar ki, 2027-nin ortalarına kimi bu qiymət artımı gedəcək. Bu data centerlər falan tikiləndən sonra yenidən qiymət belə deyim də düşməyə doğru getməlidir. Bu barədə heç bir fikrim yoxdur. Amma bilirəm ki, heç vaxt qiymət aşağı düşmür. Zaman keçir. Ancaq qalxacaq. Aydındır. Lisenziya kimi. Lisenziyada bir dəfə mən görmədim ki, qiymət azalsın. Lisenziya yox, adi gündəlik məişət bazarında da siz azalan qiymət görə bilməzsiniz. O 2 il ərzində həmişə deyirlər də çörəyin qiyməti dəyişmir də. Çörəyin qiyməti dəyişmir, 8 düşür aşağı. Ya da ki, misal üçün benzin qalxır, Elşən müəllim deyir ki, mən onsuz da 30 manatlıq vururdum, yenə də 30 manatlıq vururdum. Belə bir yanaşma tərzimiz də var. Elşən müəllim həmişə belə provokasiyalı sualları verməyi sevir. Bu günləri nədirsə passivdir. Yorğundur. Ya da ki, ola bilər ki, gecikib yorğundur. Bəli, bir balaca da gecikdi çəkilişə. İndi onun xətrinə mən bir provokasiyalı sual verim. Şirkətlər olur ki, misal üçün IT rəhbəri dəyişir. IT rəhbər dəyişəndə də yerli köklü dəyişiklik etmək istəyir də. Hansı ki, misal üçün yeni produktlar gətirsin, halbuki köhnə produktla davam eləmək olardı. Yeni server alışı, virtualizasiya texnologiyasını dəyişsin. Bax, burada nəyə xüsusi diqqət yetirmək lazımdır? Bildim. Biz bayaqdan yeni yaranan danışırdıq. İndi artıq yaranmışda rəhbər dəyişir, təzə rəhbər gəlir. Orada bir neçə məqam var. Bir var müəssisə rəhbəri dəyişir. Bir var IT rəhbəri dəyişir. Müəssisə rəhbəri dəyişəndə əlbəttə ki, çox dəyişiklik olur. Hər kəs özünə etibar etdiyi bir mühit yaratmaq istəyir. Ona görə müəyyən insanlarla yolunu ayırır. Yəni, məncə Azərbaycan bazarında bu çox normal qarşılanır. Amma ikinci tərəfdə, IT tərəfdə, hansı ki, IT rəhbər gəlir, o da bəlkə də hansısa istiqamətdə öz komandasını dəyişdirmək istəyə bilər. Amma dəyişdirməyə də bilər. Və məhsullara gələndə isə o ilk növbədə müəyyənləşdirməlidir ki,
mövcud məhsullar, mövcud biznesin tələbini yerinə yetirir yoxsa yox. Amma yox, bəli, siz dediniz ki, mən gəldim burada stolu mikrofon zadı tulladım ki, mən təzə mikrofon alacağam. Bu düz deyil biraz. O birinci analiz etməlidir. Bəlkə məsələn mövcud məhsul var. Ola bilər ki, məsəl üçün mənim təcrübəmdə gəldim, baxdım ki, mən bu sistemi bilmirəm. Görməmişəm heç vaxt təcrübəmdə, amma bir baxım görüm bu nə iş görür. Məsələn, baxdıq, gördük ki, bu işini normal görür. Baxdıq ki, büdcəsi də normaldır, müəssisəyə imkanı var bunu ödəməyə. Onda biz onu dəyişmirik, o qalır orada. Amma hansısa məhsul var, olur ki, məsəl üçün məhsul var ki, alınıb 1 ildir, lisenziya, müqavilə sənədlərindən müəyyən olunur ki, 1 il əvvəl çaşka alınıb. Amma bu 1 il ərzində bu çaşka heç su tökülməyib. Yəni, bu niyə alınıb? Yəni, istifadə eləmək olar, amma istifadə olunmuyor. Və yaxud hansısa müəssisəyə təzə rəhbər gəlir, baxır ki, ambarda müəyyən qədər avadanlıq var, hansı ki, istifadə olunmuyor. O avadanlıq orada qaldığı müddətdə bu tərəfdən yeni avadanlıqlar alınıb qoyulub. Ona görə adekvat rəhbər adətən yeni gələndə mövcud vəziyyəti araşdırmalıdır. O yaralı nöqtələri müəyyənləşdirməlidir. Mən komandanı demirəm, mən sistemlərdən nəzərdə tuturum. Sistemləri müəyyənləşdirməlidir və ya onu düzəldir, artırır, ya dəyişir, ya da əgər yaxşı qurulubdursa, dəymir. Mövcud infrastrukturun inkişafı. Bəli, amma ITIL qaydası. Bizdə qayda var da, heç bir usta köhnə ustanın işini bəyənmir. Onu deyəcəydim. Sözü aldınız. Sən bu biraz yorğunsan. Heç nə yorğun deyiləm. Prosto elə onu deyəcəydim ki, yəni mən elə bir rəhbər olubmu ki, gəlib köhnənin canına dua eləsin ki, super şey qurmusan, elə mən də bunun dalınca gedim. Var, olub, niyə yox. Heç bir rəhbər gəlib Microsoft serveri söndürmür məsələn. Microsoft'u dəyişmir. O heç də indi söhbət onlardan gedir. Mənim xətrimə dəymişdiniz. Dediniz ki, Linux varsa, yəni Windows niyə? Amma indi xoşum gəldi. Çox sağ olun. Amma yox, məsəl üçün də həqiqətən orada məsələ orada nə hər şey dəyişmək deyil. Məsələ orada adekvat insandan gedir söhbət. Əgər bugünkü sistemlər cari tələbi ödəyirsə, onu dəyişməyə ehtiyac yoxdur. Hələ IT-şniklər ümumiyyətlə dəyişməyi sevən adam deyil. İşləyirsə əl vurma deyən insanlarıq biz. Əgər bir şey işləyirsə ona dəymirik, o işləyir. Bu pulsuz məsləhətdir. Bəli. Bəzən də öz aramızda deyirik pulsuz məsləhət. Aydındır. Tamam, nəsə sualınız var? Təşəkkür edirəm. Sual çoxdur. Yəni onda gərək səhərə kimi burada Yusif müəllimin vaxtını alaq, suallarımızı verək. Burası gərək biz daha çox sual üçün gəl studiyanı 2 saatlıq kirayə eləyək. Bəli, həm də orada Ceyhun müəllim göz atır ki, da bəslərində bunu montaj eləmək var elə. Yusif müəllim, çox sağ olun. Mən də çox sağ ol deyirəm ki, məni dəvət elədiniz. Ümid edirəm faydalı olar hamıya. Ümid eləyirik ki, siz də buradakı ab-havanı bəyəndiniz. Həqiqətən mənim üçün də xoş oldu. Həm bir böyük kimi, həm də bir təcrübəli şəxs kimi sizdən məsləhətləri dinləmək, təcrübələrinizi bölüşdünüz. Çox sağ olun. Düşünürəm ki, bu podkastın izləyiciləri indi əsasən yenə şirkətlərdə və bu tipli şirkətlərdə çalışan şəxslərdir və onlara da faydalı olacağını düşünürəm. Təşəkkür edirik bir daha dəvətimizi qəbul edib gəldiyiniz üçün. Çox xoş oldu bizim üçün. İnşallah ki, yenə də gözləyəcəyik sizi. Bəlkə də başqa bir mövzularla. İnşallah. Düzdürmü? Cənab sualınız? Çox sağ olun. Təşəkkür edirəm. Əla. Bu qızıl sözlərinizi deyəcəyəm. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Bizi paylaşmağa, abunə olmağı unutmayın və o sonda o möhtəşəm sözümüz öyrədin.